İngilis rəssamı Lawrence Alma-Tadam'ın 1904-cü ildə çəkdiyi Musa'nın tapılması tablosu. Münəccimlər faraona Yəhudi bir oğlanın Misir taxtacını məhv edəcəyini söyləyəndə o çox qəzəbləndi. Əmr etdi ki, yeni doğulmuş bütün körpələri öldürsünlər. Yoxavet adlı bir qadın körpəsini zəmbilə qoyub onu Nil çayının sahilində gizlətdi. Körpəni faraonun qızı tapdı. Onu saraya götürəcəyini bildirdi. Ona Musa, yəni sudan tapılmış adı verdi. Lawrence'ın bu tablosu 2010-cu ildə auksionda $35,9 milyon satıldı.